Hər vaxtınız xeyir. Hamınızı salamlayıram. Necəsiniz mənim dəyərli dostlarım? Allah gününüzü xoş, dualarınızı müstəcəb, namazlarınızı qəbul eləsin inşallah. Sübh namazına uyananda yandırdığınız işıqlarınız heç vaxt sönməsin. Xəstələrinizə şəfa, dəva etsin Allahım. Nə olar? Dualarınızda bizi də unutmayın. Unutmaq. Əslində başqa mövzu açacaqdım. Nəysə, unutmaq sözünə görə fikrimdən daşındım. Unutmaq, unudulmaq çox pis bir əməldir. Baxırsan, gözləyirsən, qulağın səsdə, ürəyin narahat, özün intizar. Nə qədər ağırdır bunu unutulmaq. Çalışın, heç nəyi, heç kimi unutmayın. Elə insanlar var ki, sizin xoş sözünüzə möhtacdılar. Bir baxışınızla onları dünyanın xoşbəxti edə bilərsiniz. Onları unutmayın. Sizin üçün açdıqları qol qanadlarını sındırmayın. Unudulmaq mənim aləmimdə faciədir. Lazımsız bir əşya kimi kənarda qalmaq. Düşünəndə insanın sanki həyatı məhv olur. Çünki o insan sənə ümid edir, sənə bir bağlayır, həsrətlə gözləyir. Bir rəvayət var. Şah və qapıçı haqqında. Oxuyanlar bilirlər ki, sonda şahın ümid verdiyi qoca qapıçı gözəl sözlər deyib dünyasına dəyişir. Bu da şahın unutqanlığının sayəsində. Evdə körpəyə də başa salmaq lazımdır ki, oyuncaqlarının hamısı ilə oyna. Kənarda qalmasınlar. Onlar səndən inciyə bilərlər. Onları unutma. Baxın, Əhl-i Beyti, peyğəmbərləri, canımızdan əziz tutduğumuz imamları təsəvvür edin. 1400 ildən çoxdur ki, Kərbəlanı unutmuruq. Bu bizə Allahın lütfüdür və onları sevdiyimizə görədir və heç vaxt da unudulmayacaqlar. Əlbəttə, sevdiyimizə görə. Bəs niyə digər sevdiklərimizi unutmağa başlamışıq? Bəli, çalışaq öz canından, öz qanından bizə görə keçən şəhidlərimizi də unutmayaq və heç vaxt unutturmayaq. Çalışaq ki, onları xoş xatirələrlə yada salmaqla gələcək nəsillərə ötürək ki, onlar da illər, əsrlər keçdikcə onları unutmasınlar. Gəlin, dua edək. Əzizlərimizi, kimsəsizləri, çarəsizləri, mərizləri, səngərlərdə dayanıb bizi qoruyan əskərlərimizi, canı ilə, qanı ilə bizə görə şəhid olanlarımızı, qazilərimizi, Allahın bizə bəxş etdiklərini unutmayaq. 2. Əməli unudaq. Etdiyimiz yaxşılığı və bizə edilən pisliyi unutmayaq. Allahın nəzərində olduğumuzu və axirət aləminin bizi gözlədiyini, həm də sizi sevənləri unutmayın. Çalışın, Allahın bizə bəxş etdiklərini unutmayaq, unudulmayaq. Unudulmamaq arzusu ilə gününüz xoş keçsin.